Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla her birinizi yine hoş gördük. Hürmetli mümin kardeşler ve mümine bacılar. Hürmetli, mübarek Allah ayının, hürmetli Ramazan ayının aziz ve değerli konakları. Allah her birinizin tuttuğunuz oruçları ve illediğiniz ibadetleri âli derecede kabul eləsin. Ramazan ayının bugün artık 6. günüdür ki Allah ayının qonaqlığındayıq. Allah inşallah bizi bu ayda hakiki oruç tutanların sırasında karar versin ve bizi bağışlanmışlardan karar versin inşallah. Bəhsimiz dua bəhsindeydi ki İmam Səccəd aleyhisselamın Əbu Həmzə Sumali duasındaydı ki müəyyən qədər o duanın bəzi hissələrini siz əziz qardaşlara və bacılara məna elədik və bəyan elədik. Ümidvarım inşallah Allah bizim bu danışığımızı qiyamət günü bizə şəfaətçi qərar versin inşallah. Bugünkü mövzumuz yenə dua haqqındadır. Duanın qəbul olunmağının bir neçə əsas şərti var ki, inşallah bu çəkilişimizdə ona işarə eləyəcəm. Əvvəla İmam Rıza aleyhisselamdan dua haqqında bir dənə hədis var ki, İmam Rıza aleyhisselam buyurur ki, İnnehu kânə yəqulu li əshabih. İmam Rıza aleyhisselam sahabələrinə belə buyurardı. Aleykum bisilahil ənbiya. Deyərdi ki, ey mənim səhabələrim, silahlanın peyğəmbərlərin silahından. Soruşdular ki, fəqilə, dedilər, ya İmam Rıza, və ma silahul ənbiya, peyğəmbərlərin silahı nədir buyurdular İmam Rıza aleyhisselama səhabələr? Qalə, İmam Rıza aleyhisselam buyurdu, əd-dua, dua Allah peyğəmbərlərinin, ilahi peyğəmbərlərin silahıdır. Və hədisdə var, insan eləyə bilər bir çox bəlaları dua vasitəsindən uzaqlaşdırsın, dua vasitəsindən inşallah aradan qaldırsın. Əmir əl-Müminin aleyhisselam buyurur ki, وَدْفَعُوا أَمْوَاجَ الْبَلَا بِالدُّعَا. Sizə tərəf gələn bəlaları duanın vasitəsindən aradan qaldırın. Bəs duanın özü, dua eləməyin özü Allahın bir insana olan lütfüdür. Xüsusən bu ayda ki, insan çalışa, fürsətləri, gecələri, günüzləri və saatləri əldən verməyə. Çünki insanın fürsət əlindən gedəndən sonra artıq gec olur. Mümkündür gələn Ramazan gələ, amma biz olmayaq. Ona görə bugünkü Ramazanın günlərini, saatlarını, gecələrini qənimət bilməliyik. Burada bir məsələni də əzizlərin xidmətinə ərz edeyim. O da budur ki, çalışaq inşallah oruçumuz və bu ayın ibadəti daha çox mənəvi hal yaşasın. Bəzən insan qəflətə düşür, sadəcə imsakla iftara başı qarışır, orucun başqa fəzilətlərindən istifadə eləyə bilmir. Ona görə də çalışaq bu ayda, bu mübarək günlərdə inşallah bir-birimizi unutmayaq və dua eləyək inşallah. Mən bir neçə məsələyə bu dua haqqında rəvayətlər əsasında işarə edirəm. Onlardan biri budur ki, ən önəmlisi və ən mühümü budur ki, əgər bir nəfər istəyir duası qəbul ola, Peyğəmbər buyurur, mən əhəbbə ən yüstəcabə duauhu, əgər bir nəfər istəyir onun duası qəbul olsun, fəliyətub mət'aməhu və məksəbə, gələk onun qidası, yeməyi və içməyi halal olsun. Yəni duanın qəbul olunmağının əsas şərtlərindən biri
halal ruzi qazanmaq və halal yemək yeməkdir. Əgər və qalə limən qalə ləhu ühibbə ən yestəcəbə duai təhhir mə'kələkə və la tudxil bətnəkəl haram. Peyğəmbər buyurur, əgər bir nəfər istəyir duası qəbul olsun, çalışmalıdır ki, haram qida yeməsin. Yəni haram yeyən adamın, evinə haram ruzi aparan adamın duası Allahın dərgahında qəbul olmaz. Yəni haram tikə ilə göyə açılan əlləri Allah boş geri qaytarar. Əsas şərtlərindən biri budur ki, duanın insanın yeməyi və içməyi halal olmalıdır. Çox şərtləri var, inşallah onların mən bir neçəsinə işarə eləyəcəm. Onlardan biri də əgər istəyirsən duanın qəbul olsun, Əleyhisselam buyurur, hər bir dua üçün səmada bir hicab var. Amma istəyirsiniz o hicab aradan gedə və sizin duanız qəbul ola, dualarınızda Peyğəmbər və onun əhl-i beytinə salavat göndərin. Yəni Allahümmə salli əla Muhammed və ali Muhammed. Yəni salavat duanın qəbul olunmağının şərtlərindəndir ki, əhl-i beyt imamlarının duasına baxırıq. Hətta özləri öz dualarının qəbul olunmağına görə özlərinə və babalarına, yəni Peyğəmbərə və Peyğəmbərin əhl-i beytinə salavat və salam göndərərdilər. İnsan keçən bəhslərimizdə də işarə elədik. Əgər istəyir ki, duası qəbul ola, birinci gələk Allaha həmd-i səna eləyə, Allahı gözəl adlarınla tərif eləyə. Əgər dünya və axirəti istəyirsə da, sonra buyurur ki, Peyğəmbər və Peyğəmbərə salavat göndərə və öz günahlarına iqrar eləyə. Günahlarına etinasız olmuyor. Allahla münacət eləyəndə iqrar elə deyə ki, ilahi, mən günahkar bəndənəm, sənin gəlmişəm qapına, məni bağışla. Yəni öz günahlarına etiraf eləyər. Əbu Həmzə-i Sümali duasında İmam Səccad əleyhissalam bir yerdə bu cürə Allahla münacət edir. Deyir, ilahi, mən bilirəm günahkaram və mən bilirəm ki, sənin bağışlanmağın səndən heç nə azaltmaz. Sən rəhmansan, rəhimsən, mehribansan və günahları örtənsən, əff eləyənsən, səttarul uyubsan. İmam Səccad əleyhissalam buyurur, bu cürə dua eləyən insanların duasını Allah qəbul eləyər və günahlarını da əff eləyər. Amma biri də var ki, insan Allahın dərgahında Allaha qarşı çıxaraq günah eləyə, saymamazlıq eləyə və Allahın halal haramlarının həddini gözləməyə. İmam Səccad əleyhissalam buyurur ki, Allah belə adamları bağışlanmaqdan məhrum eləyər. Yəni Allahın qarşısında inatkarlıq eləyib, üsyan eləyər. Allaha and verirəm izzət və cəlalı hörmətinə, Allah bu mübarək günlərin, mübarək ayın hörmətinə, bu gecələrin, saatların ki, ən fəzilətli gecələr, ən fəzilətli saatlardır. Allah bütün oruç tutanların orucunu ali dərəcədə qəbul eləsin. Allah iltimasi dua eləyənlərin dualarını müstəcab eləsin. Allah iftar verənlərin iftarlarını qəbul eləsin. Halal ruzi nəsib eləsin. Allah inşallah bizi ölənə qədər Allahın qapısında, əhl-i beytin qapısında xadim olanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.